Hər birinizi salamlayıram. 7-ci sinif Azərbaycan dil dərsindən 154-155-dəki qayda sualların izahına gəlin bir yerdə baxaq. Deməli, 4-də nə istəyir? Mətnin birinci abzasında göy rənglə verilmiş cümlələri neçə qrammatik əsası var? Mən vaxt azlığından mətnləri izah eləmirəm. Çalışıram ki, vaxtım olduqca sizlər üçün qaydaları izah edim. Çünki uşaqlar adətən bu mətnlər asan olur. Özləri yaza bilirlər. Qaydalarda çətinlik çəkirlər. Fikirləşirəm ki, elə vaxtımı qaydaları izah etməyə sərf edim. Böyük şairin əsərlərindən qeyd edilir ki, bir cümlədə əgər tabellik bağlayıcısı varsa, uşaqlar yadınızda qalsın. Tabellik bağlayıcısı ancaq mürəkkəb cümlənin tərkibində olur. Deməli, bax, bu cümlə mürəkkəb cümlədir. Böyük şairin əsərlərindən qeyd edilir ki, Gəncə Tomasında o zaman ondan çox dildə kitab olmuş. Baba, birinci cümlə var, ha. Heç buna ehtiyac yoxdur təhlil falan eləməyə. Əgər bir cümlədə tabellik bağlayıcısı varsa, mürəkkəb cümlədir. Yəni, 2 qrammatik əsası var. Nizami yaradıcılığının təhlili göstərir ki, yenə də baba tabellik bağlayıcısı var. Deməli, nədir? Mürəkkəb cümlədir və 2 qrammatik əsası var. Deməli, hər ikisi mürəkkəb cümlədir və 2 qrammatik əsası var. Mən bundan öncəki dərs var, cümlənin qurulucu növləri, onun izahını yerləşdirmişəm kanala. Kim baxmayıbsa, girib baxa bilər. Göy rənglə verilmiş hansı bağlayıcılar cümlələri bağlayır? Göy rənglə verilmiş, təbii ki, elə burada 2 bağlayıcısı var da. Burada bir 2 bağlayıcısı var idi. Bir də burada 2 bağlayıcısı var idi ki, bunlar bir-birinə bağlayıb cümlələrin tabirlik bağlayıcılardır. Sonra keçək 6-ya. Mətndə altına xətt çəkilmiş sözlərdən biri qrammatik məna növünə digərlərindən fərqlənir. Mətndə altına xətt çəkilmiş sözlər deməli, qrammatik məna növlərinə görə digərindən fərqlənir. Hansılar var burada? Bu il kitabxanada böyük Azərbaycan alimi Nəsrəddin Tusinin təşəbbüsü ilə yaradılmışdı. Bu kitabxana böyük Azərbaycan alimi Nəsrəddin Tusinin təşəbbüsü ilə yaradılmışdı. Yaradılmışdı nə kitabxana? Fikir versiniz, mübtədası var, amma belə deyək də subyekt məlum deyil. Əgər mübtədası varsa, subyekt isə məlum deyilsə, buna biz nə deyirdik? Məchul növ deyirdik. Həm də şəkilçi var. Ümumiyyətlə, növləri axtaranda birinci şəkilçiyə baxın. Onun Təbriz şəhəri yaxınlığında saldırdığı Rəşdiyə şəhərini müasir dillə desək, akademiya şəhərciyi adlandırmaq olardı. Salmaqdan saldırmaq şəkilçisi var. İcbar növünün şəkilçisidir və elə məzmun da icbar növü uyğun gəlir. Ona görə də buna nə deyəcək? İcbar növ deyəcək. Sonra tələbələr kitabla pulsuz təmin olunur. Onlardan təhsil, yemək və müalicə xərci alınmırdı. Alınmırdı nə? Deməli, yemək, təhsil və müalicə xərci, yenə də mübtədası var və burada bir dənə də leksik ın şəkilçisi var. In şəkilçisi də şəxssiz, məchul və qayıdışda ola bilər. İndi biz buradan ın şəkilçisini tapdıq. Baxırıq ki, mübtədası da var da. Mübtədası varsa deməli şəxssiz ola bilməz. İndi qaldı qayıdış yoxsa məchul. Cümlənin subyekti məlum deyil. Ona görə biz buna məchul deyəcəyik. Rəşdiyə şəhəri elm və təhsilin ayrı-ayrı sahələrinə uyğun olaraq mərhələlərə bölünmüşdü. Yenə də bölünmüşdü. Ün şəkilçisi var burada. Ün şəkilçisi yenə də harda var? Şəxssizdə var, qayıdışda var, bir də məchulda var. Baxırıq ki, qayıdışda olsaydı subyekt olardı. Subyekt yoxdur, bölünmüşdü, mərhələlərə bölünmüşdü. Bəs mübtədası varmı? Mübtədası da yoxdur. Daha doğrusu Rüşdiyə şəhəri elm təhsil ayrı sahələrə uyğun olaraq mərhələlərə bölünmüşdü. Hara Rüşdiyə şəhəri? Təbii ki, burada Rüşdiyə şəhərdə var. Mübtədamız da var. Mübtədamız var. Şəxssiz ola bilməz. Subyekti də yoxdur. Qayıdış ola bilməz. Deməli, nədir? Bu da məchul növdür elə. Sonra bunu dedik. Başqa nə qaldı burada? Başqa heç nə qalmadı. Bizdən nə istəyirdi? Mətndə altına xətt çəkilmiş sözlərdən biri qrammatik məna növünə görə digərlərindən fərqlənir. Hamısı məchul növ oldu uşaqlar. Hamısı məchul növ oldu. Elə. Bir dənə burada bir dənəsini demişdik ki, icbar növdür. İcbar növdür. Saldırdığı sözü fərqlənir. Hamısı məchuldur. Saldırdığı sözü isə icbar növdədir. Bu qədər. Sonra keçək 7-yə. 6-cı tapşırıqda seçilmiş feillər üçün ortaq olan cəhətləri müəyyən edin. Bu tapşırıqdadır. Bunlardan deməli hamısı məchul idi, biri icbar idi da. Hamısı feilin müəyyən qrammatik məna növündədir. Bu düzdür. Feilin müəyyən qrammatik növündədir. Quruluşca düzəltmədə bu hamısına aiddir. Quruluşca sadədir, bu heç birisinə aid deyil. Şudi keçmiş zamandadır.
Gərək biz bunları yazaydıq kənara. Alınmırdı. Bu indiki zamanda fikir verirsiniz. Elə bu getdi də buradan. Bölünmüşdü. Bölünmüşdü də nəqli keçmiş zamandadır. Fikir verirsiniz. Saldırdığı ümumiyyətlə feil sifətli zamanı yoxdur. Sonra tikilmişdi. Tikilmişdi demədik biz deyəsən. İş otaqlarının ibarət olan bir elm tədris ocağı tikilmişdi. Bu da məchul növdədir. Yenə də bu da nəqli keçmiş zamandadır. Yaradılmışdı. Bu da nəqli keçmiş zamandadır. Belə uşaqlar. Yəni bunu götürə bilməyəcəyik. Çünki bir elə deməli orada şudi keçmiş zaman, nəqli keçmiş zamanda olanlar da var idi. Bir də feil sifət var idi, götürənmərik. İdi hissəciyi işlənmişdi. Məsələn orada saldırdığının üzərində idi hissəciyi yoxdur. Çünki o feil sifət idi. Bu da getdi. Məchul növdədir. Hamısı üçün yoxdur. Çünki biri məchul növdə deyil axı. Ona görə bunu da götürmürük. Qaldı cavabımız 1 ilə 2. Yerləşdirdi sözün tərkibini müəyyən edin və fikrinizi əsaslandırın. Sözün kökü nədir? Yer. Əgər yerləmək olsaydı, ləni parçalayardıq. Amma dilimizdə yerləmək sözü olmadığına görə yerləşməyə bütöv götürürük. İr nədir? Zaman şəkilçisi. İrdir. İr zaman şəkilçisi. Di də hissəcikdir. Cavabımız oldu B bəndi. Yəni ləşi biz parçalaya bilmərik burada. Hansı söz verilmiş feildən düzəlmişdi? Hansıdır? Yəni burada feillər verib ondan düzəlməyindir. Daranmaqda daramaqdan düzəlib. Bəli. Daralmaqda amma dardan düzəlibdir. Ona görə bu getdi. Sonra ya biz indi hərəsindən birini seçməliyik. Bir dəqiqə baxaq görə hərəsindən birini seçməliyik. Yoxsa yox. Yox, hərəsindən deyəsən birini seçməliyik. Baxaq digərlərinə. Qovurmaq. Bu qov deyil burada sözün kökü. Qovdurmaq. Burada qovdurmaqdır. Bu B-ni seçə bilərik. Hərəsindən birini seçirik uşaqlar. Deməli, təzədən baxaq onda. Daranmaq nədən düzəldi? Daradan düzəldi. Buradan A-nı götürürük. Qazanmaq da elə sözün kökü qazandı. Qazdırmaq da sözün kökü qazdı. Buradan B-ni götürürük. Dinləmək, dindirmək. Dinləməkdə sözün kökü dinlədi. Dindirməkdə sözün kökü dinmək, dindirmək. Buradan da B-ni götürürük. Qovurmaqda sözün kökü qovurdu. Qovdurmaqda sözün kökü qovulan, qovdurmaq. Burada da B-ni götürürük. Sonra bəhddə altından xətt çəkilmiş feillər haqqında verilən düzgün fikirləri müəyyən edin. Dostu bu dünyada seçib taparlar. Dost düşmən seçilər, vətən seçilməz. Baxaq görək burada nə deyir? Birində nə deyir? İkinci misradakı feillər feildən. Baxaq görə ikinci misradakı feillər feildənmi düzəlib? Seçməkdən seçilmək, vətən seçməkdən seçilməz. Aha, bura qədər düzdür. Bəs bura baxaq. Dördüncü misradakılar sifətdən düzəlmişdi. Bax, bu fikir səhvdir. Çünki kiçilər söz sadə sözdür. Ona görə birinci fikri götürə bilməyəcək. Kiçilmək söz sadə sözdür çünki. Sonra 2-yə nə yazıblar? Seçilər feili düzəltməz, seçməkdən seçilmək. Kiçilər sadə feildir. Bəli, bu düzgün fikirdir. İkinci misradakı feillər məchul. İkinci misradakı feillər deyir məchul növdür. Dost düşmən seçilər, vətən seçilməz. Bəli, bunlar məchul növdür. İkinci misradakı feillər məchul. Dördüncü misradakılar məlum növdədir. Dördüncü misrada da kiçilər kiçilməz. Bəli, bunlar axı sadə feillər idi. Bəli, məlum növdədir. Əgər bir feil sadədirsə, deməli onsuz da məlum növdür. Feillərin hamısı məchul növdədir. Bu fikir səhvdir. Elə bunlar məsələn məlum növdür. Ona görə bu getdi. Feillərin hamısı ıl şəkilçi ilə düzəlmişdi. Yenə də bax bu fikir buradakı kiçilər kiçilməz sözünə görə bu da getdi. Sonra deməli, bu da getdi. Amma feillərin hamısı deyir məchul. Feillərin hamısı ıl şəkilçisi ilə düzəlmişdi. Bax, görə hansısa başqa feil var. Hamısı deyəndə ki, burada onsuz da 2 dənə feil var da. Yəni, hamısını desək götürənmərik. Yaxud çünki bunlar düzəlməyib. Bax, ona görə götürənmərik də. Ona görə bu da getdi. Feillərin hamısı məlum növdədir. Yenə də səhv fikirdir. Çünki seçilər seçilməz məchul növdə idi. Kiçilər kiçilməz məlum növdədir. Ona görə bu da getdi. Qaldı cavabımız 2 ilə 3. Sağ olun uşaqlar.